İmam Rıza İslam'dan da buyururlar ki, hədisdir, buyurur, kim ağanı ziyarət eləsə, bir dəfə dünyada ikən, qiyamət günündə ağa 3 yerdə onun sorağına gələr. Buyururlar, onlar hansı yerlərdir? Buyurur, birincisi, qiyamət günündə əməllərin sağ və sol ələ verilən zamanı. Əməllərin bölgü zamanı. Orada İmam Rıza İslam gələr sorağa. İkincisi, buyururlar, siratdan keçəndə, insan siratdan keçəndə ağa gələr orada da onun köməyinə. Ki, insan dünyada necə yaşayıbsa, hədislərdə var, siratdan da o cür keçər. Sirat tük nazirliyində olan, nazirliyi qədər olan bir körpüdür. Kim dünyada əməllərini necə və nə cür yaşayıbsa, o cürlərə keçəcək. Kim surətdir, kimi yavaş, kimi yıxıla-yıxıla, kimi keçə bilməyəcək, kimi günlərlə, illərlə qalacaq o körpüdə. Orada gələr və üçüncüsü də mizan vaxtı, yəni əməllərin ölçülən vaxtı, əməllərin çəkilən vaxtı. Fəmən yə'məl misqalə zərrətən xeyrən yerə, fəmən yə'məl misqalə zərrətən şərrən yerə. Zərrə qədər xeyr əməl eləmirsən, qarşılıq. Zərrə qədər günah eləmirsən, cəzası var. Yəni, bunların zərrəsi belə ölçüləcəksə, o mizanda ağa ortada gəlir, sənin köməkdir. Binabərbərliklər bizləri inşallah bu Əhl-i Beyt yolundan ayrı salma və daima bizləri bu yolda, İslam yolunda sabit qədəm eylə inşallah. Təhiyyətən ləkum və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.